Hüquq AI, hüquqşünasın nəyinə lazımdır? Yusuf bəy yazıb ki, onda hüquqşünas nəyə lazımdır? Məhkəməyə çıxıb süni intellektin sözünü çatdıracaq. Yusuf bəy, təbii ki, süni intellekt məhkəmədə vəkil kimi çıxış eləməyəcək və ya hüquqşünasa nəsə öyrətmir. Burada məntiq ondan ibarətdir ki, hüquqşünasın saatlarla görə biləcəyi işi sistem dəqiqələrin içərisində görür və bu bir növ hüquqşünasa kömək funksiyası daşıyır. Analizlər aparır, riskli məsələləri göstərir, nəyin baş verə biləcək ehtimallarını ortaya qoyur. Yəni burada məqsəd hüquqşünası əvəz eləmək deyil, onun məhsuldarlığını artırmaqdır. Bu ikisi arasında fərq böyükdür. Bilirsiniz, bu nəyə oxşuyur? Kasserlər var idi də, nəyə lazım idi bankomatlar? Yəni yeni bir sistemin gəlməsi insanı əvəz eləməkdən daha çox həmin insana yardımcı olmaq üçündür. Nəinki hüquqşünaslar, vəkillər, bütün insanlar üçün artıq bu sistem əlçatandır. Siz də daxil ola bilərsiniz Yusuf bəy, eləcə də Yusuf bəyin timsalında bütün insanlar sistemə daxil olub huquqai.com sayt üzərindən məlumatlar əldə edə bilərsiniz, sınaya bilərsiniz və inanırıq ki, hər biriniz üçün faydalı ola bilər.